Salam dostlar, deməli fərqli bir kontent yaradıram YouTube üçün artıq. Deməli 50K-lıq hesab götürəcəm və birbaşa sırf sizə öyrətdiyim YouTube-dakı order flow kontekstlərini istifadə eləyərək bu hesabı sizin gözünüzün qabağında keçəcəm. Bütün əməliyyatlarımı da göstərəcəm, səbəbini izah edəcəm. Ondan əlavə hesabın gedişatında hesab üçün risk planı deməli belədir. Qısa birin-birə erir əməliyyatlar götürəcəm. Günün sonuna qədər nə qədər əməliyyat olsa götürəcəm, market bağlanana qədər və əməliyyatdakı riskim də hardasa $200 ətrafında bir risk olacaq. Daha gec keçsin, əsas odur ki, daha yüksək ehtimalla keçsin deyə. Belə, deməli birinci gəlin hesabı götürüm. Deməli 50K-lıq hesabdır. Burada gördüyünüz kimi ödənişi eləyirəm. Bu arada yeni hesab alanlar üçün indirim kodları da var. Belə hesab götürdüm. Burada aşağıda agree. Belə deməli hesab hazırdır. Hesabı götürdük. Birinci başlayaq risk settinglərini qoymağa. Əməliyyata girəndə avtomatik mənə risk versin deyə, yəni avtomatik yerləşdirsin deyə take profit ilə stop loss'u bu hissəyə $200 qeyd edirəm. Deməli belə əlavə olundu. Yuxarıda gördüyünüz kimi 50K-lıq hesabdır. 48.000 maksimum loss limit və s. Amma burada qalan settinglərə ehtiyac yoxdur. Bunları yerləşdirməyəcəm. Məsələn, bunlar çünki günün sonuna qədər necə olar. Günün sonuna qədər trade etməyə davam edəcəm. Neçə gün çəkəcəyini bilmirəm. Hər gün belə bu ardıcıllığı belə rekord edəcəm, çəkəcəm və sonunda da video halına gətirib sizlə paylaşacağım. Deməli, indi əməliyyat üçün rekordu buradan davam etdirirəm. Sadəcə məsələ burasındadır ki, indi mikrofonum yanında olmadığına görə ola bilsin ki, səsim yaxşı getməsin. Belə amma izah edəcəm, başa düşəcəksiniz. Deməli, indi bura fikir verin. Bu hissədə birinci götürdüyüm əməliyyatı izah edirəm. Absorption var. Daha doğrusu ikinci götürdüyüm əməliyyatı birinci izah edəcəm. Satış tərəfinə fikir versəniz, satıcılar hər dəfəsində paralel aktivlik göstərir, amma hər dəfəsində də ki, qiyməti aşağı sala bilmirlər. Qiymət hələ də bir range içində qalıb burada. Satıcıların absorb və yaxud da alıcıların absorb olunduğunu mən bilmək üçün, daha dəqiq bilmək üçün, mən gözləyirəm ki, qiymət birinci hansı tərəfə çıxacaq? Hansı tərəfə çıxacaq və hansı tərəfə çıxdıqdan sonra hansı hərras balanslaşması gedəcək? Və mənim iki bölgəm var idi. Yuxarıda bir dənə long üçün çəkmişəm, təqribən buralar bir də short üçün. Mən gözlədim ki, əgər ki qiymət çıxıb da satış tərəfli absorptionu burada təsdiqləsə, mən buradan short götürəcəm. Bu arada aşağıdakı qırmızı zona günün ümumi paylanma zonasıdır, kənarda gördüyünüz. Və yaxud da əksi olsa da, mən biləcəm ki, artıq buradakı satıcılar absorb olundu, tələyə düşdü və ideal bir long şansıdır. Bu hissəyə doğru belə long götürəcəm. Belə, birinci longu götürdüm burada. Ondan əlavə də əvvəldə bir dənə short var idi bu hissədə. O da eyni zamanda bu məntiqə yaxın bir məntiqdə götürmüşdüm. Deməli, həmin short pozisiyasında isə günün dəyər zonasına doğru bu hissədə gördüm ki, qiymət düşüşdən sonra bu hissədə alıcı absorptionu var idi. Sonra qiymət düşməyə başlamışdı və bu hissədə artıq balanslaşma başlamışdı. Və aşağıda da bizim günün normal paylanma zonası var. Həmin zonaya doğru əməliyyatı götürmüşdüm. Belə, bu ki, birinci stop, ikinci profitdədir. Gün olaraq elədik, demək olar ki, sıfırdayıq. Mən əsas PM sessiyasında trade edəcəm bu hesabda. EM sessiyasında başqa yanaşmalarla trade edirəm. Sırf bu video, yəni bu mövzuda kontent yaratmaq üçün, izahlar vermək üçün bu hesabda sadəcə PM sessiyasında market bağlanana qədər trade edəcəm. Hər gündə belə rekord edəcəm. Bayaq videoda dediyim kimi. Deməli, növbəti əməliyyat üçün market izləyirəm burada. Başqa bir günün hərrat zonasının içindədir, yuxarıya doğru. Amma mən burada görürəm ki, bəzi yerlərdə alış absorptionlar, bəzi yerdə də satış absorptionlar var burada. Hansısa tarazlıq yoxdur. Ona görə də mənim burada əsas gözlədiyim şey marketin ya bu hissələrə gəlib də necə deyim, balanslaşmasıdır və yaxud da bu hissələrə gəlib balanslaşmasıdır. Mən çünki bilim ki, burada hansı tərəf daha çox absorb olundu.
Baxın, bu hissədə bir neçə dəfə soyuq alış iştirakçıları var məsəl üçün. Bir dəfə qiymət yuxarı özünü spike elədi, amma dözə bilmədi çox da. Qayıtdı yenə nisbətən aşağıki qiymətlərə. Əgər bu hissələr balanslaşma olsa, bu hissələrdə mən deməli burada short əməliyyatına girəcəm. 10 pointlik hədəf var hardasa. 10 micro kontraktla girməli olacağam onda. Deməli 10 micro kontrakt. Və stopdakı bu hissəyə gələcək, təxminən bu hissələrdə olacaq. Hələlik görürəm ki, kifayət qədər alış absorptionlar olur burada. Amma bunlar nəticə də verə bilər. Yenə deyirəm, bu hissələrə çatıb market təqribən gözlədiyim hissədə istədiyim məsələ olsa, əgər ki balanslaşma olsa, bu hissədən yuxarıya doğru long götürərəm. O zaman da stop gəlir bura, hədəf də gəlir bura təqribən. Bir də istədiyim görürəm hazırda burada ideal bir long şansıdır. Order filled. Burada gördüğünüz əməliyyata girdim. Hədəf təqribən belə stopdakı buralarda. Footprint hissəsinə baxsaqsa görürük ki, həqiqətən bu hissədə istədiyim hərras balanslaşması var. Baxın, hətta bu hissədə satıcılar nə qədər çalışsa da downtickləri görürük biz burada. Aşağı çəkməyə çalışsa da qiyməti orada kifayət qədər alıcı olmamasına rəğmən, yəni kifayət qədər aktiv olmamasına rəğmən, hətta qiyməti çox sürətlə aşağı apara bilmirlər. Bu isə onların həmçinin bu hissədə alış əmrləri tərəfindən absorb olunduğunun göstərgəsidir. Burada gördüyünüz kimi, baxın, bu 4 dəfə təqribən çox satış kontraktı var bu hissədə. Hətta bu hissədə də satıcılar nə qədər aktiv də olsa, yenə də görürsünüz, az miqdarda alış əmri qiyməti daha çox yuxarı qaldıra bilir. Nəinki çox çalışan satıcılar. Hansı gəldi bu hissədə qayıtdı, dayandı qiymət. İndi iki ehtimal var. Ya gəlib hədəfə çatacaq, bu əməliyyat profitə bağlanacaq və yaxud da burada yerləşdirdiyim stopa birinci çatacaq. Belə deməli əməliyyat hədəfə çatdı. Bu hissəni göstərim. Deməli üstündən bir daha izah keçəsi olsam, bu hissəyə baxın. Bu hissədə deməli alış tərəfli absorption kimi görünən şeylər var, amma məsələ burasındadır ki, onlar qiymətə həqiqətən təsir ediblər. Məsələn, 472 kontrakt var burada, 650 kontrakt var, yuxarıya təsir edə biliblər. Amma nə demişdim burada, satıcılar o qədər də təsir edə bilməyiblər. Satıcılar da eyni zamanda aktiv olmalarına rəğmən qiyməti bu rangedən, yəni burada çəkdiyim rangedən aşağıya sala bilməyiblər. Bayaqki ssenarini yadınıza salın, burada götürdüyüm long əməliyyatını. Ona bənzər bir ssenaridir. Və son olaraq bu hissəyə baxsaq görürük ki, bu hissədə də mən rekord eləyə satıcılar yenə çalışırdı. Amma onların bütün market əmrlərinin hamısı qarşı tərəfdəki pasiv limit əmrləri tərəfindən absorb olundu. Bu absorption gördüm və hələ də gözləyirəm. Mənim girişim bu arada təqribən bu hissələrdən idi. Bilmirəm, təqribən hansısa bu hissələrdə idi.
Ondan sonra deməli qiymət biraz stopa yaxınlaşdı. Stop təqribən buralardaydı, amma ondan sonra yenə satış absorption davam etdi və qiymət sonra birbaşa hədəfə qədər gəldi. Belə bu hissəyə qədər. Hazırda günlük profit 143 dollar əldə gün. Hədə gün davam edir. 1 saat təqribən var marketin bağlanmasına. Yenə də izləyirəm. Hazırda qiymət demək olar günün ən yüksək səviyyəsinə gəlib. Bu hissədə səviyyə azdır. Yaxşı olardı ki, biraz qəbullanma tapsın. Ondan sonra mən yenə növbəti əməliyyatlara baxa bilim deyə. Bayaq dediyim ssenari yenə burada təkrarlanır. Görürsünüz nə qədər satıcı balanslaşması olsa da candle'larda, amma yenə də qiyməti aşağı salmaqda çətinlik çəkirlər və yenə alış limitləri tərəfindən absorb olunurlar. Əgər ki qiymət deməli bu hissələrə doğru gəlsə, mən bu hissədən belə long götürəcəm zonanın kənarına qədər. Yox əgər gəlməsə, gördüyümüz kimi aşağı özünü atdı. Bu hissələrdə hələlik hədəf götürüləcək bir səviyyə sadəcə buradır, hansı ki bu hissələr absorption zonası idi. O hissələrə doğru hərrəc balanslaşması olsa short götürə bilərəm və yaxud da alıcıların absorb olunmağını gözləyirəm ilk olaraq. Hələlik burada short əməliyyatı üçün giriş bir səbəb görə bilmirəm. Yəni ideal bir səbəb yoxdur ki, burada mən rahatlıqla shorta girəm. Düz bir balanslaşma var. Amma bu vəziyyətdə bu mənə kifayət deyil. Daha çox istəyərdim ki, gəlsin bu hissələrdə alış tərəfli absorption olunsun, sonra rahatlıqla short əməliyyatına girə bilim. Ona görə bu vəziyyətdə ən yaxşı şey daha çox gözləməkdir. Baxın, deməli belə alış limitləri burada görürük ki, azdır. Çünki xırda biraz fərqlə belə alıcılar üstünlük təşkil edən kimi qiyməti rahatlıqla qaldıra bilirlər. Mən bu hissədə sadəcə gözləyirəm ki, bu absorption zonasına doğru girəndə deməli yenə balanslaşsın və ondan sonra isə long götürə bilim rahatlıqla. Long götürsəm stop hardasa gələcək. Bu hissələrə 10 point, yəni də 10 point'in 10 point'ə bir long imkanı olacaq. Bu hissə nə baş verir? Bu hissə dəfələrlə satıcılar absorb olunub. Gözləyirəm ki, yenəsində olsun, daha çox rahat qalxış imkanı verir. Mən bu hissədə deməli kiçik əməliyyata girirəm. 8 mikroluq. Order filled. Hansı ki, pozisiyam belədir. Əməliyyatın davam, burada öz gedişat geçsin əməliyyatda. Mən burada əməliyyatı yenidən izah edeyim. Bayaq burada bir dənə long götürmüşdük. Düzdür, bu hissədə long götürmüşdük. Qiymət bura çatandan sonra yenə görürük ki, satış tərəfli absorption olundu. Satıcılar o qədər təsir göstərə bilmədi. Biraz təsir göstərirlər düzdür aşağıya doğru. Amma bu hissədə yenə biraz alıcı üstünlüyü olan kimi qiymət əksinə dönə bildi. Burada da gələndə yenidən həmin zonaya yaxınlaşanda, yəni bayaqki absorption zonasına yaxınlaşanda yenidən alış limitlərini doldurmağa başladı satıcılar. Və bu hissədə də yenə biraz daha çox tələyə düşdülər. Baxın bu qiymətlərdə. Və burada da biraz daha absorption var. Bu ortadakı candle'a fikir versəniz, satıcılar çox da təsir edə bilməyiblər. Və görürük ki, bir neçə dəfə də cəhd göstərsələr təsir edə bilmədilər. Və hal-hazırda qiymət hərrac zonasının yuxarı sərhədlərindədir. Bura tamamlanacaq. Mənim əsas gözlədiyim odur ki, buradakı hərrac zonası belə yuxarıya doğru tamamlansın. Həmin yerə kənarda gələn 5 dəqiqəlikdə baxaq. Əvvəlki günlərdən olan həmin zonanı göstərməyə üçün. Baxın bu hissədə
Keçən həftə biraz pis həftə idi. Çünki keçən həftə daha çox hərəkətlər balanssız oldu. Demək olar trend günləri keçirdi sadəcə, düzünə hərəkətlər olurdu. Və bu zonada hal-hazırda qiymətin olduğu yerdə bu hissədə daha doğrusu bura qədər çəkə bilərik. Yuxarıya doğru bir hərrat zonası var. Ona görə yuxarıya doğru davamiyyəti daha çox gözləyərəm. Demək olar ki, əməliyyat yarısına qədər zərərə gəlib. Yenə də gözləyək. Bu hissədə nə baş verir? Yenidən satıcı aktivliyi çoxdur. Alıcı aktivliyi az olmasına rəğmən satıcılar hələ də kifayət qədər idarəsi əlində deyil. Qiyməti aşağı çəkməkdə biraz güc göstərirlər, çətinlik çəkirlər. Əsas hədəfi bir daha baxaq görək burada hardadır. Hardasa 723 qiymətləri hədəfdir. 723. Giriş qiyməti 711-dir. Təqribən bu qiymətlər. Və stop qiyməti isə 698,5 təxminən belə bir pozisiyadır. Yenə deyirəm, buradakı əməliyyatlar mənim öz şəxsi istifadə elədiyim hansı yanaşmalarım deyil mentorluqda. Bunlar sadəcə olaraq YouTube-da sizə öyrətdiyim ümumi yanaşmalardır. Sadəcə göstərmək istəyirəm ki, məsələn, bir 50K-lıq hesabda gündəlik əməliyyatları necə götürə bilərsiniz? Sırf mentorluqda olmadan, oradakı modellərə əliniz çatmadan, sırf YouTube-da öyrətdiyim kontekstləri necə bir araya birləşdirə bilərsiniz? Sadəcə tərtəmiz absorption, exhaustion, footprint, ondan sonra isə hərrat zonaları. Bunların sadəcə üstündən sadə izahlar verərək izah edirəm və əməliyyatları götürürəm. Deməli, bu hissədə cumulative deltaya da fikir versəniz, yəni cumulative delta nədir? Hər şam üçün baş verən delta, yəni value delta və yaxud da fərq, alıcı və satıcı fərqini zaman keçdikcə toplayır. Görür ki, bu hissədə də düşüş yoxdur. Yəni zaman keçdikcə də bax, hal-hazırda əməliyyata girdiyim bölgədə, bu bölgədə alıcılar üstünlük təşkil edir. Yox, əgər satıcı, yəni satış deltası çox olsaydı, qiymət qalxardı, amma bu hissədə hələ də düşüş görərdik. Belə növbəti əməliyyatda hədəfə çatdı. Burada əməliyyatın izahının üstündən bir daha keçirəm. Bu tərəfdə satış absorptionları var idi. Təsir edə bilmirdilər. Bir qədər də olsa, az da olsa təsir edə bildilər. Qiymət əvvəlki absorption zonasına qayıtdı. Və burada da çox dayana bilməyib, birbaşa əksinə reaksiya verdi. Bu hissələrə də baxsanız, yenə də satıcılar aktivdir, düzdür. Amma biraz da olsa alış üstünlüyü qazanan kimi alıcılar yenə qiyməti rahatlıqla idarə edə bildilər. Və beləliklə bu hissədə isə mən yenidən balanslaşmanı gördükdən sonra girişimi elədim və girişim boyunca da dəfələrlə satıcılar çalışdı ki, qiyməti çəksinlər. Hər dəfəsində görürsünüz, balanslı da onlar. Bu zonanın hamısında satıcı balanslı olsa da yenə də təsir edə bilmədilər, üstünlük qazana bilmədilər. Beləcə mənim girişimdə getdi, hədəfə çatdı. Gün olaraq $337 hesab irəlidədir. Statistikalarına baxa bilərik buradan. Toplam 4 əməliyyat götürmüşəm. Əməliyyatların PNL-ləri buradadır. Bugün hələ ki əlavə əməliyyat olsa yenə də götürərəm. Yenə də izləyirik ki, hal-hazırda nə baş verəcək. Qiymət balanssız şəkildə yuxarıya doğru qalxır. 561 point yuxarıdadır. Mən düşünmürəm ki, burada artıq keyfiyyətli yeni əməliyyat şansları olar. Çünki artıq son saatda market bağlanır və hələ də balanssızdır. Balanslı bir yerlər olsa burada yeni əməliyyat üçün baxmaq daha yaxşı olardı. Amma bu halda mən çox güman ki, günü az profitdə yekunlaşdırmalı olacaq. Bəli, günü az profitdə yekunlaşdırmalıyıq. Çünki
Artıq PM-də o qədər də keyfiyyətli əməliyyatlar olmayacaq. 1 saatdan az bir müddətdə market bağlanır və normal paylanma zonalarından çox uzaqdadır. Günün əsas zonalarından. Əməliyyatların ümid edirəm ki, izahını başa düşdünüz. Növbəti gün yenə davam edərik bu hesabda baxmağa.